göndərə bilərsiniz. Doktor, digər bir sualımız bundan ibarətdir ki, son zamanlar eşidirik ki, mütəmadi olaraq hansısa bir insan getdiyi yerdə, yəni dünyasını dəyişdi. Bu adətən hansı səbəb? Bu birdən-birə ürək tutmaları olur, yoxsa hansısa bir siqnalları olurmu əvvəlcədən bunun? Yəni adətən yüngül siqnallar olur. Sadəcə olaraq bu siqnallar ciddiyə alınmır. Yəni hər hansısa bir döş qəfə əsasən bu xəstələrin 90%-nə soruşanda deyir ki, məsələn, əvvəl sinəmdə, kürəyimdə ya mədə nahiyəsində ağrı var idi. Nə bilim, ya dilimin altına nəsə qoydum, ya bunu elədim, keçdi və yaxud heç nə eləmədim, elə özünə keçdi. Yəni əvvəllər 1 ay, 2 ay müddətinə mütəmadiən onlarda hər hansısa bir, yəni bəziləri ciddiyə alınacaq səviyyəsində, bir çoxunda isə ciddiyə alınmayacaq döş qəfəsi ağrısı, döş qəfəsində olan narahatçılıqlar var, olur. İzləyicimiz yazıb ki, anadan gəlmə damar əyriliyi var. Anjoda da göstərdi sağ mədəcikdə. Sağ mədəcikdə olmaz. Yəqin ki, sağ koronar arteriyanın əyriliyin deyir. İndi burada, yəni bu da yenə başqa şeydən asıldı ki, yəni bu koronar arteriyanın distal hissəsi, proksimal hissəsi yoxsa orta hissəsində əyriliyi nə dərəcədədir? Bu əyrililik yavaş axana səbəb olur, hemodinamikanı pozur, pozmur. Bu sağ arteriya dominant deyil. Orada əlavə kollaterallar sirkumfleksdən gəlir, gəlmir. Yəni bir tək bu şeylə o məsələ haqqında bir fikir yürüdə bilmərik. Digər bir izləyicimiz yazıb, salam, həkiminizi də salamlayıram. Troponin analizinin rolu nədir? Yanlış pozitiv halları olurmu? Troponin analizinin rolu əsas infarktı təyin eləməkdir. Buna yanlış pozitiv deməyək ki, yəni çünki bəzi xəstəliklər var ki, bunlarda troponin qalxa bilər. Yəni, amma bu troponin çox, belə deyək də, bir həssas analiz olduğuna görə bura bir qədər ciddi yanaşmaq lazımdır. Yəni, bunun bəzən, belə deyək də, bu troponin əsasən infarktın göstəricisidir. Bəzən infarkt olmayan hallarda da bunlar qalxır. Amma